Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, mən Vüsal Kəlbəcər 18 kitab müəllifi, Qızıl Qələm mükafatı. Bugün Azərbaycanımızın çox gözəl bölgəsi olan Cəlilabad rayonundayım. Cəlilabad rayonunda biz Alar kəndində və Cəlilabad rayonunda dəfələrlə gözəl mövzulu çəkilişlərdə olmuşuq. Bugünkü gündə bizim igid balamızı sizlərə təqdim eləmək istəyirəm. Cəlilabad rayon Alar kənd 3 saylı tam orta məktəbin qabaqcıl və nümunəvi şagirdini sizlərə təqdim eləmək istəyirəm. İgid balamız demək Fərzullayev Hilal balamız bir müddət əvvəl olmuşuq. Qəzetimizin xüsusi buraxılışı olan jurnalda təqdim eləmişik, çıxartmışıq. Həmin jurnalda indi gətirmişik ki, bizim igid balamıza təqdim eləyək. Adı xüsusi buraxılış jurnaldan çıxıbdır. Səni təbrik edirəm. O gün olsun ki, təhcə Çağdaş Təhsil jurnalında deyil, dünya səviyyəli jurnallarda inşallah bizim igid balamızın adı çıxsın. Sənə uğurlar dilərik, nailiyyətlər dilərik. O gün olsun ki, inşallah təhcə ana-atana deyil, həm də vətənimizə dəyərli vətəndaş olasan. Vətənimizin başımıza eləyəsən inşallah. Adın soyadını təkrar elə. Fərzullalı Hilal. Çox gözəl, çox gözəl. Böyüyəndə hansı peşənin sahibi olmaq istəyirsən? Müəllim. İnşallah. Niyə müəllim olmaq istəyirsən? Atamın da peşəsi. Çox gözəl. Atanın adı nədir? Fərzullayev. Əfqan müəllim hansı fənn tədris edir? Dil ədəbiyyatı. Çox gözəl. Və Azərbaycan dil ədəbiyyatı müəllimdir. Əfqan müəllim haqqında gələn dəfə çəkiliş eləyəcəyik inşallah. Əfqan müəllimə də öz adımıza sağ ol deyirik. O gün olsun ki, Əfqan müəllim kimi sən də qabaqcıl müəllim olasan, vətənimizin dəyərli vətəndaşı olasan. Məktəbdə ən çox sevdiyin müəllimlər hansılardır? Rəhəm müəllim. Bəli. Bir də Ələmbar müəllim. O müəllimlərə də öz adımızdan dərin təşəkkür bildirirəm. Çağdaş Təhsil komandası olaraq sənə sağ ol deyirik. O gün olsun ki, ali məktəbə qəbul ol. Biz də gələk gözəl çəkiliş eləyək. Bu gün həm gözəl bir gündür. 26 iyun tarixi 2025-ci və Silahlı Qüvvələr günümüzdür. Və çox gözəl bir gündə səndən çəkiliş eləyirik. Və biz amma istəyirəm söz verəsən. Gələcəkdə vətənimizin başımıza etməyə, ananın, atanın əziyyətini yerə vurmayacağına, bayrağımızı yüksələrə qaldırmağa söz verirsənmi? Biz də sənə söz veririk ki, sənin uğur və nailiyyətlərini işlandıracağıq. Uğurların bol olsun, nailiyyətlərin bol olsun. Təşəkkürlər, təbrik edirəm. Sağ ol.